İlk səslər hansıdır məsələsinə yenidən baxası olsaq, biz qeyd etdik ki, dilçilərin böyük əksəriyyəti qeyd edir ki, ilk dildə ilk səslər larinqal, dil arxası samitlər olmuşdu, onlardan saitlər ayrılmışdı. Lakin mən qeyd edirəm ki, əslində 9 baza samit səs və 4 baza sait səs eyni anda birinci və ikinci kökləri yaratmışdı. Göründüyü kimi mən Mərdanov Rəşad Tahiroğlu dilçilərin bu günə kimi gəldiyi nəzəriyyədən tam fərqli bir nəzəriyyə yaratmışam. Mənim bu nəzəriyyəmdə ilk dildəki səslər, sözlər, sözlərə mənanın hansı səbəbdən verilməsi məsələsi isə adını çəkdiyim bütün bu dilçilər və adını çəkmədiyim bütün dilçilərdən tam fərqlidir. Tam fərqlidir. Və artıq qeyd etdiyim kimi mən əslində dilə məna verən səslərin əslində 4 baza sait səs A, U, I, O səsləri olduğunu qeyd etmişəm. Hansı ki dilçilər iddia edir ki, böyük əksəriyyət dilçisi iddia edir ki, larinqal samitlərdən daha sonra saitlər ayrılmışdı. O saitlər də eyni anda 4 sait səs deyil. O sait səsləri olmuşdu. Lakin mən qeyd edirəm ki, eyni anda 9 baza samit səs, 4 baza sait səs bir yerdə söz formalaşdırmışdı. Və bu arada əlavə edim ki, bu 4 baza sait səsdə təhlikdə məna bildirməmişdi. Yəni bizim dilimizdə təhlikdə O səsi, I səsi, A səsi, U səsi məna bildirməmişdi. Bu növbəti demək ki 9 baza samit səsə birləşərək sait samit birinci kök, samit sait ikinci kökü yaradaraq məna bildirmişdi. Bu hansı formadadır? Bunu da qarşıda indi izahını verəcəm. Lakin dilçilərin böyük əksəriyyəti belə düşünür ki, dildə olan səslər təsadüfən olmuşdu, bir səs olmuşdu, 4 səs olmuşdu və bunlar larinqal səslərdir və daha sonra bunlardan təsadüfən saitlər ayrılmışdı və təsadüfən daha sonra insan fərqli sözlər yaratmışdı. Bəlkə də dilçilərin gəldiyi bütün qənaəti ən gözəl formada biz dilçilərdən Marın dediyini göstərərək izah edə bilərik.